Takeda. What do you say? It's a Takeda Panam. Oh, yes. There he is. God damn, that son of a bitch is coming straight at us! Her il milyonlarla insan təyyarə ilə səyahət edir. Statistikaya görə təyyarə səyahəti dünyanın ən təhlükəsiz nəqliyyat növü hesab olunur. Amma bəzən kiçik bir səhv, ardırda gələn təsadüflər və taleyin qəribə bir oyunu yüzlərlə insanın həyatına son qoya bilər. Bugünkü videomuzda sizinlə 27 mart 1977-ci ilə aviasiya tarixinin ən böyük fəlakətinin necə baş verdiyini araşdırmağa gedəcəyik. O gün hər şey normal başlamışdı. Lakin o gün dünyanın iki nəhəng Boeing 747 təyyarəsi eyni anda bir səhvin qurbanı oldu. Nəticədə 583 nəfər həyatını itirdi. Bəs bu faciə necə baş verdi? Dünya aviasiya tarixində ən ölümcül qəza yerdə baş verdi. Qəzadan sonra aviasiya və hava hərəkətinin idarə edilməsində köklü dəyişikliklər edilib. Qəzada iştirak edən hər iki təyyarə əslində Kanar adalarında Gran Canaria hava limanına enmək üçün qalxırdı. İlk təyyarə KLM hava yollarına məxsus Boeing 747 tipli uçuş nömrəsi 4805 idi. Təyyarə 235 sərnişin 14 ekipaj üzvü ilə Amsterdam Schiphol hava limanından havaya qalxdı. Vanzenten o zaman KLM hava yollarının baş pilotu və eyni zamanda reklam siması idi. İkinci təyyarə Panam hava yollarına məxsus 1736 reys nömrəsi və quyruq qeydiyyatı N736 PA olan Boeing 747 tipli təyyarə idi. Los Angeles Beynəlxalq Hava Limanından havaya qalxan təyyarədə 380 sərnişin və 16 ekipaj üzvü olub. Hər iki təyyarə Kanadalarına yaxınlaşarkən Gran Canaria hava limanında terrorçuların yerləşdirdiyi bomba partlayıb və nəticədə 8 nəfər yaralanır. Mülki Aviasiya İdarəsi ikinci bomba ehtimalına görə hava limanının uçuşlara bağladıqda eniş etməyi planlaşdıran bütün təyyarələr o zamanlar Las Radios hava limanı adlanan Tenerife Şimal hava limanına yönəldilib. Panam təyyarəsi 2 saatlıq yanacaq olduğunu və hava limanı açılana qədər havada gözləyə biləcəyini bəyan etsə də, Mülki Aviasiya İdarəsi ondan Tenerife eniş etməsini istəyib. Tenerife Şimal hava limanı tək uçuş enmə zolağı və ona paralel taksi yolu olan regional hava limanı idi. Onun belə ağır hava nəqliyyatını idarə etmək üçün tutumu və ya park yeri yox idi. İdarəetmə qülləsinə növbətçi olan aviadispetçerlər də belə sıxlıq gözləmirdilər. Onlar apramda yer olmadığı üçün gələn təyyarələri taksi yollarında saxlamalı olub. Bu arada əvvəlcə gözəl olan havada pisləşməyə başlayıb. Sürünən ağır buludlar səbəbindən görmə məsafəsi 100 metrdən aşağı düşüb. Qəza da bu sıx dumanın altında baş verib. Davam edən bomba təhlükəsinə görə KLM təyyarəsindəki sərnişinlər terminala aparılıb. Bu arada KLM kapitanı Vanzenten Gran Canaria hava limanında almalı olduğu yanacaq əvəzinə bu hava limanında yanacaq doldurmaya qərar verir. 35 dəqiqə çəkən tam yanacaq doldurulması fəlakətin əsas açarı olur deyə bilərik. Gran Canaria hava limanında bomba təhlükəsi aradan qaldırıldıqdan sonra KLM təyyarəsindəki sərnişinlər terminaldan yenidən təyyarəyə aparılır. Sərnişinlərdən biri Tenerife'də yaşayan tur bələdçisi Robin Van Lanschot sevgilisi ilə qalmaq istədiyi üçün yenidən təyyarəyə minməyib. Lanschot KLM təyyarəsində fəlakətdən sağ çıxan yeganə sərnişin olub. Bu zaman Panam təyyarəsi havaya qalxmağa hazır idi. Lakin qarşısında KLM təyyarəsi arada yanacaq doldurduğundan uçuş enmə zolağına çıxa bilməyib. Bu vəziyyət Panam kokpit heyəti arasında səs-küyə səbəb oldu. Lakin onların edə biləcəyi heç nə yox idi. Onlar KLM təyyarəsinin yanacaq doldurulmasını gözləməli olublar. Yanacağın doldurulması başa çatdıqdan sonra KLM təyyarəsi uçuş üçün uçuş enmə zolağına daxil olub. İdarəetmə qülləsi təyyarədən uçuş enmə zolağının sonuna getməyi, 180 dərəcə dönməyi və ATS marşrutu üzrə təlimatları almağa hazır olduqlarını bildirməyi xahiş etmişdi. Qüllə daha sonra Panam təyyarəsinə KLM təyyarəsinin uçuş enmə zolağını təqib etməyi, taksi yolunun üçüncü çıxışından istifadə etməyi və paralel taksi yoluna yenidən qoşulmağı tapşırıb. Bu vaxt duman səbəbindən qüllənin görmə qabiliyyəti tamamilə etmişdi və onlar yalnız pilotlarla radio rabitə əsasında fəaliyyət göstərirdilər. Saat 17:04-də KLM təyyarəsi uçuş enmə zolağının sonuna çıxıb. 180 dərəcə dönüb və qüllənin dediyi kimi qalxma mövqeyini tutub. Panam təyyarəsi zəif görmə və taksi yolu nişanlarının qeyri-adekvat olması səbəbindən üçüncü çıxış axtarırdı və onlar hələ də bunu görməmişdilər. Tenerife hava limanının 3 nömrəli taksi yolu çıxışı 30-cu uçuş enmə zolağına doğru hərəkət edən təyyarə üçün 148 dərəcə dönmə tələb edirdi. Bu Boeing 747 təyyarəsi üçün qeyri-mümkün bir manevr idi. Əslində 4 nömrəli taksi yolunun çıxışı onlar üçün daha münasib idi, çünki yalnız 35 dərəcə dönmə tələb olunurdu. Bununla belə İspaniya səlahiyyətlərinin rəsmi hesabatında bildirilir ki, hava nəqliyyatı dispetçerinin 3 nömrəli çıxışa işarə etməsinə səbəb bu çıxışın apronunun sıxlıqdan kənar çıxışa aparan ən erkən çıxış olmasıdır. KLM-in təcrübəli kapitani Vanzenten bu hava limanında gözləməkdən yorulmuşdu və mümkün qədər tez havaya qalxmaq istəyirdi. Çünki biraz daha gözləsəydilər, Hollandiya səlahiyyətləri tərəfindən müəyyən edilmiş maksimum uçuş müddətinə girərdilər.
Bu səbəbdən havaya qalxan kimi təyyarəyə tam qazı verdi və uçuş qaçışına başladı. Həmin vaxt Panam təyyarəsi KLM təyyarəsindən 1400 metr aralıda idi və hələ də uçuş enmə zolağında idi. Amma duman səbəbindən təyyarələr bir-birini görə bilmirdilər. Kokpit səs yazıcılarından alınan qeydlərə görə KLM ikinci pilotu kapitanın mühərriklərə tam güc verdiyini görəndə "Bir dəqiqə gözləyin. ATS marşrutu icazəsini almamışıq" deyərək kapitanı xəbərdarlıq etdi. Van Zanten daha sonra qazı kəsdi və belə dedi: "Bəli, biz almadığımızı bilirəm. Gedin və götürün." Bundan sonra ikinci pilot nəzarət qülləsindən ATS marşrutunun rəsmiləşdirilməsini tələb edir. Hava hərəkət dispetçerləri yanlış çağırış işarəsindən istifadə edərək ATS marşrutunun rəsmiləşdirilməsini oxumuşdu. Lakin KLM kokpit heyəti buna etiraz etmədi. Rəsmiləşdirməni geri qaytardı və havaya qalxdıqlarını bildirmək üçün "Biz indi qalxırıq" ifadəsini işlətdi. Bu zaman Van Zanten kokpit heyətinə "Biz havaya qalxırıq" dedi. İdarəetmə qülləsi əvvəlcə yaxşı dedi. O bu qeyri-standart nitq nümunələrini və qeyri-standart proseduru təsdiqlədi. Lakin o səhvini dərhal anlayaraq "Uçuş icazəsi gözləyin, sizə zəng edəcəyəm" deyib. O KLM-in uçuşa başlamasının qarşısını almaq istəyirdi. Lakin Panam kokpit heyəti vəziyyəti görüb və dərhal "Biz hələ də uçuş enmə zolağına taksi edirik" deyərək müdaxilə edib. Lakin bu ifadələrin demək olar ki, eyni vaxtda olması tezliyə müdaxilə yaradıb və bu bəyanat KLM kokpit tərəfindən qəbul edilə bilməmişdi. Panamın hələ uçuş enmə zolağının təmizlənmədiyini anlayan idarəetmə qülləsi eniş enmə zolağının təmizlənməsi barədə məlumat ver deyə səsləndi. Bu zaman Panam cavab verdi: "Biz xəbər verəcəyik." Panam təyyarəsi hələ uçuş enmə zolağından çıxmadığını KLM-in uçuş mühəndisi eskiz radio ötürülməsindən sonra fərq etdi. Saat 17:06-da KLM uçuşa başladıqdan 21 saniyə sonra Pan American hələ də uçuş zolağından çıxmayıb sualını verərək narahatlığını bildirdi. Van Zanten nə dediyini deyərək başa düşmədiyini bildirdi və bort mühəndisi sualını təkrarlayanda çox təkəbbürlə cavab verdi. Qara qutu qeydlərinə görə KLM uçuşa başladıqdan 29 saniyə sonra Panam kapitanı dumanın arasından təxminən 700 metr irəlidə KLM-in işıqlarını görüb qışqırdı: "Bax, Allah lənət eləsin, üstümüzə gəlir." Bu vaxt Panam 4-cü çıxışa yaxınlaşırdı. Bunun üzərinə Panam ikinci pilotu qışqırmağa başladı: "Çıxın, tez çıxın." Panam heyəti mühərrikləri tam güc işə saldı və toqquşmanın qarşısını almaq üçün uçuş enmə zolağından kəskin sola dönmə etdi. KLM pilotları Panamı görəndə dayanmaq üçün çox gec idi. Van Zanten son cəhdlə Panam təyyarəsinin üstündən keçə bilmək üçün erkən qalxmağa çalışdı. Lakin KLM tam yanacaq yükü altında idi və kifayət qədər sürətlənmədən burnunu havaya qaldırdı. Nəticədə qalxmağa çalışan təyyarənin quyruğu uçuş enmə zolağına dəyib və 22 metr şiddətlə sürünməyə başlayıb. KLM nəhayət yerdən qalxanda Panamdan təxminən 100 metr irəlidə idi. Təyyarənin burun hissəsi Panamı dəymədi. Lakin mühərriklər mərkəzi gövdə və əsas eniş qurğuları 260 km sürətlə Panamın sağ tərəfinə dəydi. O qanatların yuxarı hissəsində Panam reaktiv təyyarəsinin sərnişin salonunu cırıb. KLM-in sağ mühərriki Panam kokpitinin arxasına daxil olub. Toqquşmadan dərhal sonra KLM tamamilə havaya qalxdı. Lakin Panam ilə toqquşma nəticəsində xarici mühərrik tamamilə sıradan çıxmış və qanatları ciddi şəkildə zədələnmişdi. Zərbə nöqtəsini 150 metr keçdikdən sonra KLM uçuş enmə zolağına çarparaq 300 metrdən çox sürüşdü. Təyyarənin gec qalxmasına da səbəb olan yanacaq sənninin dolu olması təyyarənin alov topuna çevrilməsinə və zərbədən dərhal sonra saatlarla qarşısını almaq mümkün olmayan yanğına səbəb oldu. KLM təyyarəsindəki 234 sərnişin və 14 kabin heyətinin hamısı həyatını itirdi. Panam təyyarəsinin yuxarı salonu tamamilə dağılıb və içərisində olan sərnişinlər anında həyatını itirib. Yerdə qalan 326 sərnişin və 4 kabin heyəti dağılmış yanacağın səbəb olduğu yanğın nəticəsində həlak olub. Qəzadan bir neçə dəqiqə sonra da Panamın mühərrikləri işləyirdi. Onlar mühərrikləri söndürmək istəyiblər. Lakin KLM tərəfindən dağıdılan kabinədəki idarəetmə kabelləri və düymələri pilotları köməksiz qoyub. Təyyarənin sistemlərinin heç biri işləmirdi. Sağ qalanlar xilas olunmağı gözləyirdilər. Lakin yanğın söndürmə briqadası böyük bir səhvə yol verir. Qatı dumanda KLM-ə baxırdı və qəzaya ikinci təyyarənin qarışdığından xəbərsiz idi. Və bu da böyük bir fəlakətin açarı olur. Tel-Avivdə fəaliyyət göstərən yeganə hava limanı Ras-Rodios 3 gün bağlı vəziyyətdə qalır. Heç bir təyyarənin enişinə icazə verilmir. Qəzadan sonra uçuş enmə zolağına enən ilk təyyarə ABŞ-ın C-130 təyyarəsi olub. Qəza zamanı baş verən dağıntıları İspaniya hərbi birləşmələrinin yaratdığı dəstələr tərəfindən təmizlənib. Ras-Rodios trası mühəndislər tərəfindən təmir edildikdən sonra həmin ilin aprelin 3-də yenidən xidmətə başlayır. Qəza bütün dünyanı şoka saldı və aviasiyanın və mövcud qaydaların kökündən şübhə altına alınmasına səbəb oldu. Qəzadan dərhal sonra Amerika və Hollandiya rəsmiləri bir-birini günahlandırırdılar. Əslində KLM qəzaya görə yalnız kapitanlarının məsuliyyət daşımalı olduğunu qəbul etməkdən imtina etdi. Qəzanın təhqiqatı başa çatdıqdan və səbəblər aşkar edildikdən sonra ATM-in icazə və təlimatlarına dəyişikliklər edilib. Uçuş termini yalnız hava hərəkətinə nəzarət orqanı tərəfindən verilən uçuş icazəsi kontekstində istifadə olunmaq üçün dəyişdirilib. Qəzanın ən əhəmiyyətli təsiri pilot kabinəsinin idarə edilməsində və prosedurlarındakı dəyişikliklər olub. Kokpitdəki iyerarxiya və təkəbbürlü personajların aviasiya təhlükəsini təhdid etdiyi aydın oldu.
kokpit heyətinin tam razılıq olmadan qərar qəbul etməsinə və hərəkətə keçməsinə mane olmaq üçün ciddi kokpit qaydaları və rabitə prosedurları hazırlanmışdır. Bu gün bunlar Web Resource Management, yəni CRM kimi tanınır və bütün pilotlar üçün məcburi təlimdir.